NASA və ESA kimi agentliklərin Hubble və James Webb kimi teleskopları nebulaların detallı strukturlarını əldə etməyə imkan verir. Bu görüntülər və spektroskopik məlumatlar ulduz formalaşması, molekulyar bulud sahələri və kütləvi ulduzların rolu kimi prosesləri başa düşmək üçün əsaslı elmi sübutlar verir. Nəticə olaraq bunu deyə bilərik ki, nebulalar kainatın strukturunun və ulduz inkişafının açarlarıdır. Onlar həm ulduz yaranmasına şərait yaradır, həm də ulduzların ölüm nəticəsində yeni materiya qaynağı olurlar. Elmi müşahidələr bu buludların kimyəvi tərkibini, dinamikasını və ulduzlarla qarşılıqlı münasibətini izah edir və bu izahatlar müasir kosmologiyanın əsas elementlərini təşkil edir. Diqqətiniz üçün təşəkkürümüzü bildiririk. Həmçinin nebulalar haqqında öz fikirlərinizi şərhlərdə yazın. Gələn görüşlərə. Sağ olun.